Qazamat kişilər üçündür. Amma kişi yeri deyil. Vərəqə həsrət qalmışam. Mən orada qara mayka geymişəm. Dustaq çox vaxt qara mayka geyinir. Əlimə ağ bir parça düşəndəmi, nəmi, vərəq olmayıb ona şeirimi yazmışam. Vaxt olub divara yazmışam. İlk Qazamatda düşdüyüm gündən də dəftərimin ilk səhifəsini açanda yazmışam ki, açılan səhifə kimi qapımız açılsın. Dəftər də bağlananda yazmışam ki, bağlanan səhifə kimi dili bağlansın hakimin. Ramizəm, salam. Əleykümə salam, xoş gəlmişsiniz. Necəsiz, nə var, nə yox? Sağ ol, şükür Allah, həmd olsun Allah. Mən elə bilirdim ki, siz rəhmətə getmişsiniz. Şükür Allaha ki, bu real deyil, siz həyatdasınız. İstərdim ki, sizi yaxından tanıyın və bir çox insanlar da sizi yaxından tanısın. Zəhmət olmasa özünüzü təqdim eləyərdiniz. Bir daha salam, Allah hamımızın köməyi olsun. Mən Ramiz Sultanov Ramiz Mirzəxanoğlu 1971-ci ildə Sumqayıt şəhərindən doğmuşam. Demək, 3-cü sinifdən yaradıcılığa başlamışam, şeir yazmağa başlamışam. Bir müddətdən sonra Nəriman Nərimanov adına Mədəniyyət Sarayında rəhmətlik mərhum ustadım Qulam Feyzullayevin İlkin adına Poeziya dərnəyinin iştirakçısı olmuşam. Yəni, rəhmətliyin mənim boynumda çox böyük haqqı var, Allah ona rəhmət eləsin. Yaradıcılıq mənim üçün nəfəsdir. Mən belə bilirəm ki, ölən günüməcən də şeir sənətlə məşğul olacağam. Bəs Təkani niyə? Ramiz Təkani. Təkani dərnəkdə mən 2, 4, 6 vaxt dərnəyə gedirdik həftənin 3 günün. Demək, ara günlərdə də mən müəllimin evinə gedirdim. Bir dəfə mənə Bazi adım dedi. Sonra dedi, yox, Təkani yaxşıdır. Təkani sıçrayış, vəlvələ deməkdir, o mənada. O müəllimin qoyduğu addır. Elə bu adla da xalqın ürəyinə həkk olmuşam. Allah Teala xalqımızı var eləsin bütün varlığı ilə. Mən belə bilirəm ki, necə barışım mən bu zamanla mənim beynimin, ürəyimin məhsuldur. Şeirlərimin də ən böyük qardaşıdır. Bir bənd deyə bilərsiniz bundan? Adətən ev tikəndə təməl aşağıdan qoyulur, amma şeirdə yuxarıdan başlanır. Ədalət şam kimi əriyir, Allah. Zor haqqı divara diriyir, Allah. Yalan ayaq açıb, yeriyir, Allah. Bacara bilmirsə doğru yalanla, de, necə barışım mən bu zamanla? Mən bilən, həbs həyatda yaşamışsınız. 3 dəfə həbs həyatı yaşamışam, bəli. Yəni sizin keşməkeşli həyatınız olub, çətin həyatınız olub. Bu həbs həyatını niyə yaşamısınız? Həbs həyatı birbaşa mənim Azərbaycanlığımdan, yəni öz nəslimdən, bir açıq danışsaq elə bizim Azərbaycanlığımızdan irəli gələn bir şeydir. Mən narkotika ilə məşğul olmamışam. Düzdür, narkotika indi başlayıb belə şeylər. Hər dövrün öz cinayət həyatı olub. Yəni, Sumqayıt kimi şəhərdə yaşayan bir insan. Nə oğulluq eləmişəm. Yəni, bizdə belə bir şey olmayıb. Məndə ancaq, yenə də deyirəm, öz mənliyimə görə, ləyaqətimə görə işlər görmüşəm. Əskərlikdə birinci dəfə mən həbs həyatını almışam. Yəni, bu türmə həyatına getmişəm. Ana söyüşünə görə. Yəni söyüş söymüşdünüz? Bir ana söyüşünə görə, bəli, söyüş söydüklerinə görə 4 il həbs həyatı yatmışam ondan. İkinci dəfə də ləyaqətimə görə, yəni təhqir olunmuşam ona görə. Üçüncü dəfə də yəni böhtana görə, şərə görə yenə də yəni bir dəyyus bir kəsin adını da çəkmirəm, ehtiyac da yoxdur. Olan elə adı elə həqiqətən də söyüş mənasında adları var həyatda, dəyyus. Yəni 8 ildə ona görə iş almışam. Birinci dəfə 4 il, ikinci dəfə 3 il yarım, dördüncü dəfə də
8 il. Yəni axırıncı dəfə 2010-cu ildə həbs olunmuşam, 2018-ci ildə azadlığa çıxmışam. Çox elə bilir ki, mən bu şeirimə görə tutulmuşam, ya bu şeirimə görə biri deyir mənim dilimi kəsiblər, biri deyir öldürüblər, ya özümü intihar etmişəm. Yox, yalandır, şayədir, ayə deyil. Yəni həqiqətən də şayədir. Mənim şeirimdən istifadə etmək üçün, mən tutulandan sonra bəzi dövlət qurumlarının şəklini çəkməklə, biraz şirdərək şeirimdən disk buraxmaqla, pul qazanmaq niyyəti ilə belə ediblər. Həm də belə fikirləşirəm ki, məni sağkən öldürərək biraz əfsanələşdirib çox pul qazanmaq niyyətində olublar bu insanlar. Allah günahlarından keçsin. Bu həbs həyatında bir şairin həyatı necə keçdi? Həbs həyatı Allah son həbs həyatı deyil. Allah, bəli, Allah rəhmət eləsin ölməz Bəxtiyara. Bəxtiyarın bir sözü var. Deyir ki, qazamat kişilər üçündür, amma kişi yeri deyil. Yəni Allah, yenə də deyim, namərdlərə, əzlaflara, mərdum azarlara lənət eləsin. Həmişə mən birini arzu eləyəndə deyirəm, Allah səni dərddən, azardan, mərdum azardan uzaq eləsin, quru böhtandan uzaq eləsin. Qazamat da orada hər cür insan var. Yəni, çoxu fikirləşir ki, o qara həyatdır. Düzdür, qazamatdır. İndi azadlığa cənnət deyiriksə, cənnətin də əksi antonimi gedir, cəhənnəmə çıxır. Amma orada gözəl insanları var. Orada fikirləşməsinlər ki, cinayət aləmi pislərdən ibarətdir. Yox, orada yəni azadlığın güzgüsüdür. Burada da pis var, orada da pis var, orada da yaxşı var, burada da yaxşı var. Adətən elə tikanlar çoxdur həyatda. Niyə görə? Çünki qızıl gülün də tikanı var. Amma tikanın çox vaxt gülü olmur. Nə yaxşı ki, yaxşılar var. Orada sizin gününüz, mən belə başa düşürəm, şeir yazmaqla keçərdi. Dustaq həyatımı yaşamışam. Birinci öz dustaq həyatımdır. Yəni, ən öndə olan məhbus dustaq həyatımdır. İkinci, əlbəttə ki, mənim harda olum, mənim yəni, şeiriyyat məndəndir. Vaxt olub, qələmim də olmayıb yazmağa. Alüminium məftil olan bir şunuru götürmüşəm, şunurunu təmizləmişəm. Alüminiumu da sürtmüşəm yerə, onu vərəqə sürtəndə qara yazır. Onunla yazmışam. O yazdığınız şeir nə şeir olub? Hansı şeir olub? Qanla da yazmışam, qanımla da yazmışam. Hansı şeirdir o? Qanımla da yazmışam, dörd divarın dörd divarı. Axıdaraq qanımızı, yazırıq dastanımızı, çürütsə də canımızı, dörd divarın dörd divarı. Yarəb, hansı bənlə tikib görən bu cür sərt divarı, canlı qəbristandır bura. Qapısı bağlanıb kip-kip, can sıxan zindandır bura. Bura dursun yurt divarı, baxaraq qara dağlara, yaş süzülür yanaqlara, həyat dərsin dustaqlara, keçir burada dərd divarı, buranın dərddir varı. Axıdaraq qanımızı, yazırıq fərmanımızı, çürütsə də canımızı, dörd divarın dörd divarı, dörd divarın dörd divarı. Olub, elə vaxt olub ki, vərəqə həsrət qalmışam. Mən orada qara mayka geymişəm. Dustaq çox vaxt qara mayka geyinir. Əlimə ağ bir parça düşəndəmi, nəmi, vərəq olmayıb ona şeirimi yazmışam. Vaxt olub divara yazmışam. 20 qəpiklik qələmə həsrət qalmışam. Vaxt olub həsrət qalmışam. Özüm üçün də yox, yəni yazım. Fikirləşməmişəm ki, sabah çıxacam çölə, kimdənsə məsələn şeirimi, hardasa bir ömür kitabımı istəmişəm ki, başa çatdırım. Fikirləşmişəm, bəlkə də bu gecə öləsəm. Belə bir fikirdə olmuşam. Həyatda da insan sığortalanmayıb, Allah bilir. Mən özümə vaxt qoya bilmərəm, yəni kafirlikdir o. Ömrümüzü, günümüzü yazan Allah Taala'dır. Yəni istəmişəm, nəsə eləyim. Yəni qazamatın pis tərəfini yox, yəni əziyyət çəkən analardan yazım, həsrətdən yazım. Yəni, camata, gənc nəslə bildirim ki, qazamat budur. Yəni, o deyil ki, bura gəlin, yox. Odur ki, bura çalışın, bura gəlməyin. Düzdür, yenə də deyirəm, qazamat kişi yeridir, amma kişilər üçün deyil, həqiqətən də. Mən həmişə onlara cənnət, azadlıq, azad cənnət arzulamışam. Adətən kitab, İlk qazamaqda düşdüyüm gündən də dəftərimin ilk səhifəsini açanda yazmışam ki, açılan səhifə kimi qapımız açılsın.
Dəftər də bağlananda yazmışam ki, bağlanan səhifə kimi dili bağlansın hakimin. Dəftərə bağlamışam. Yəni mən azadlıq aşiqiyəm. Nəinki öz şəxsi azadlığım, dil azadlığı, insan azadlığı, bütün bütövlükdə azadlıq gözəl şeydir. Azadlıq üçün ölməyə dəyər. Azadlıq üçün ömrü boyu qazamatda da qalmağa dəyər. Nəyə görə? Məsələn, mən qazamatda qalım, amma bilim ki, xalqım azaddır, bilim ki, insanlar azaddır. İstəyirəm deyəsən, sizin namaz vaxtında. Namaz vaxtında, bəli. Bəlkə namazı qılasınız? Bəli, əlbəttə, vacibdir. Namaz qılın, davam edin. Allah köməyiniz olsun. Allah qəbul eləsin namazını. Sağ ol, Allah razı olsun. Allah cəmi namaz qılanla namazın qəbul eləsin, ibadətlərin, imanla kamilləsin. Namaz qılmayanlar Allah hidayət eləsin inşallah. Yəni düz yol budur, həqiqətən də Allahın yoludur. Elə mən də düzgünlük axtarırdım. Sən demə düzgünlük bizə özümüzdən yaxın imiş. Mən getdim onu Qobustan türməsində tapdım. Neçə illərdir mən axtardığımı sən demə yenə də deyirəm, bizə şah damarımızdan yaxın olan Allah imiş. Hidayət olundum Qobustan türməsində. Necə oldu ki, namaz qılmaq istədiniz? Mən çox fikirləşdim, onda atamı anamı itirmişdim. Həbsxanada ola? Yox, mən bir axırıncı dəfə tutulmamışdan qabaq, azadlıqda olan vaxtı atam dünyasını dəyişdi. 7 aydan sonra, yəni anada olan sevgiyə bax ki, ərinə, yəni ailəsinə qarşı sevgisinə bax ki, 7 aydan sonra həqiqətən də onun yoxluğuna dözə bilməyib dünyasını dəyişdi. Axırıncı dəfə həm azadlığım olmamağı, həm anamın olmamağı mənə həqiqətən də ağır dustaq həyatı yaşatdı. Mən çox götürüq elədim, vicdanımla çox söhbət elədim. Yəni axırda gəldim o mətləbə çatdım ki, haqsızlıqlar gördüm qazamat həyatında. Orada da dövran başqa cürdür. Orada hər şey indi ideya deyirlər, amma o ideya aid də deyil. O bizim kişiliyimizə nə gəlib? Yəni dustaqçılığımız qalsın qırağa. Yəni mənliyini, şərəfini ayaq atanları qaldırırlar insanın, kişilərin başı üstündə. Da bilmirlər ki, kişilər buna dözməyəcək. Adamın içində bir qiyam hissi qalxır. Kişi olan bir şəxs buna dözə bilmir. Çöldə haqsızlığa dözmə, geyib çərdəcə haqsızlığa dözərsən ki sən. Axırıncı dəfə 2 il, yəni cəzam içində olmaqla Qobustan türməsinə mənə qapalı Qobustan türməsinə həbs elədilər. Gəncəli Azərlə bir yerdə, bir kamerada, yəni surok çəkdik, Telmanla bir yerdə surok çəkdik. O vaxtlar hiss elədim ki, nəsə içimdə bir boşluq var, nəsə mən bütöv deyiləm, adam özünü naqis hiss eləyir. Qış vaxtı idi. Dedim, ay Azər, mən namaz qılmaq istəyirəm. Dedi, laf gözəl. O da elə bir vəziyyət deyirdi ki, yataq xəstəsi idi. İndi azadlıqdadır. Təzəlikcə 2 gün bundan qabaq Rusiya qazamatından çıxıb, dedi ki, Gəncədəyəm. Allah köməyi olsun, Allah onun azadlığını daim eləsin. Yataq xəstəsi ola da, yəni nəfəs ala bilməyən vaxtları olub bu adamın, namazından qalmırdı. Mən baxırdım belə, gördüm ki, bu adam can üstündə namaz qılır, uzanan yerdə namaz qılır. Deyirdim, ilahi, mən anamızın bəhdindən qabaq, atamızın belindən qabaq zər aləmində biz Allahla əhd-peyman bağlamışıq. Əhd-peyman bağlamışıq ki, biz səni tanıyırıq, səni qəbul edirik. Sonra dünyaya gəlirik, iməkləyirik. Anamızın bəhdindən də Allaha ibadət edirik, səcdə halında. Dünyaya gələndən sonra isə oturub, özüm üçün götürüq elədim. İməkləyirik. İməkləyəndə də Allaha doğru gedirik. Sonra ayağa qalxırıq. Ayağa qalxandan sonra Allaha diz çökmürük. Allaha əyilmirik. Allah biz o vəziyyəti gündə salır. Əlimizdən pul düşürdür, əyilirik ruku halına, səcdə halına, düşür divanın altına, səcdiyə də gedirik. Mən fikir vermişəm, namaz qılmayan adamlar namaz qılandan çox Allahın adına çəkir. Hətta araq dolu, əstağfurullah, götürür məsəl üçün rumkanı, Allah sənin canını sağ eləsin, yenə içir, yenə də Allahın adını çəkir.
onu o hala salır. O vəziyyətə sadəcə olaraq insan onun adını namaz qoyub qılmır da namazı. Fikirləşdim ki, bu yekəbaşlıq nədir? Sözün yaxşı mənasında bu fironluq nədir? Bu alçalıq nədir də? Bu nə düzgünlük, nə təmiz oğlanlıqdan, nə təmiz kişilikdən danışmaq olar ki, mən Allaha baş əymirəm. Belə şey olar. Azərə dedim, qardaşa. Azər dedi ki, lap gözəl, mən istəyərdim sən namaz qılasan. Dedim, necə edeyim mən, nətər edeyim? Eşitmişəm, bilmirəm, mən neynəməliyəm? Dedi, qusul almalısın, tövbə eləməlisən, tövbə namazı qılmalısın. Qışırdı, şaxtalı qışırdı. Qobustan türməsi Allah heç kimə qismət eləməsin. Yəni, skvayzına qədər vurur ki, içəridə oturmaq olmur soyuqdan. Getdim, soğuk su dedilər, isti su şeylə. Dedim, yox, soğuk su ilə alacam. Niyə görə? Soğuk su ilə alım. Qusul alamda el bir içimdə ağladım. İçimdə ağladım. İçimdəki günahlara bir içimə axan göz yaşım yoxdur ya. Belə hiss elədim. Yüngülləşdim həqiqətən də. Dedim, necə qılım? O deyirdi, mən qılırdım. O deyirdi, mən qılırdım. Amma beləncə namaza gəldim. Günün bu günündə də şükür olsun ki, yəni düzdür, tövbəkarlardanam, vaxtında namaz qılmamışam. Şükür olsun ki, Allahın düz yolundayam. Bilən yolu var, o yoldayam. Çox əziyyət veriblər. Mənə qazanmaqda çox əziyyət veriblər. Nəyə görə əziyyət veriblər? Plan acığını, sən adamı istəyirlər sındıralar, üstünə hücum edirlər, mənəvi hücumlar edirlər. Amma görürsən ki, mən sınmıram da, mən beliyəm də, hara hücum edirsən mənə də. Məni asmaq lazım deyil, çünki məni elə yuyub elə sıxıblar ki, bu fquriyam, məni asmağa ehtiyac yoxdur da. Allahdan yapışan bəndə var ha. Allahımıza and olsun, Allahın qarşısında diz çökən bəndə imperiya qarşısında diz çökməz, heç vaxt çökməz. Günün bu günündə də şükür olsun Allah, ibadətimdən qalmıram. Düzdür, şükürlər içində olasınız, düzdür, biraz maddi tərəf biraz zəifdir, onunla belə hərdən maddiyyət tərəfindən kiməsə kömək edirəm. Gücüm çatmayanda mənəviyyət tərəfindən köməkli edirəm. Cavanlara ən çox, cavanlara tövsiyə edirəm ki, gücüm çatır cavanlara, hətta Qazamatın özündə də gördün ki, bir cavandı, yaxınlaşırdım, düzdür, Qazamatda bəzi elə şeylər var, amma dəxli yoxdur, bir dayı kimi, bir əmi kimi yaxınlaşırdım, yaşlı bir böyük qardaş kimi, öz tövsiyəmdən qalmırdım. Hərdən elə uşaqlar, cavan uşaqlar olub ki, təmiz vərəq olublar. Sadəcə olaraq görmüsən ki, orada hamı yaxşı deyil axı. Pislər də var, yaxşılara can qurban. Görmüsən, pislər ona hücum eləmək istəyir, onu qorumuşam, özümə borc vermişəm. Onu elə bir öz aləmimdə götürmüşəm ki, mən ona öz namusum kimi baxmışam. Demişəm ki, onu hansısa dövrəcəm mən öz əlimdə daşımalıyam. Ona nəyisə başa salmalıyam. Hansısa vəziyyətdən çıxartmalıyam. Özümə borc vermişəm. Adətən türmə qanununda da belə bir şey var ki, lap kimin ağlı işləmirsə də onu ləkələmək olmaz. Onu hansısa dövrdəsə onu əlində saxlamalısan. Əgər azadlığa çıxsan da onun özü kimi bir insana etibar, əmanət kimi verib çıxmalısan. Bu din də bunu deyir, bunu cinayət aləmi də belə deyir. Həbsxanada ən çox nə üçün, kimin üçün darıxırdınız? Tam səmimi deyək. Axırıncı dəfə anamın, atamın ziyarəti üçün ailə balamsın, bir qız balamsın. Niyə də darıxmayayım? Həbsxanada... Məndə şəkli oğlu onun şəklinə baxmırdım. Bu saat o divarda asmışam. Mən həbsxanada olan vaxtı mən qızımın şəklinə baxmırdım. Bilirdim məndədir. Çünki bilirdim, açsam, baxsam, bəlkə mən infarkt tutardı. Bəs həbsxanadan çıxanda ilk getdiyiniz yer hara oldu? Atamın, anamın ziyarətinə. Həbsxanada olduğunuz müddətdə anavız üçün şeir yazmışsınızmı? Yazmışam, burada var. Mən ağac əkmişdim. Orada şeir yazmışam ki, Allaha deyirəm ki, ay Allah, yağış yağdır ki, o ağac qurumasın da. Orada çox ağac əkirdik, bitmirdi. Axırda 2 dəfə şam ağac əkdim. Belə el arasında deyirlər, oğul rəmzidir. Quruyurdu, hər dəfə quruyurdu. Bir dəfə də ikisini əkdim, biri qaldı. Elə bir Sumqayıtdan həmişə ziyarətə piyada gedirdim. Hədis də var, ziyarətə piyada gedərlər. Niyə görə? Çünki o yol məsafəsində çox dünya haqqında fikirləşirsən, ölən haqqında, Allah haqqında çox fikirləşirsən. Gedirdim, piyada gedirdim, ağacları sulayırdım. Həmişə onu fikirləşirdim ki, görəsən o ağac qurudu, yoxsa yox. Elə bir ümidimi o ağaca bağlamışdım ki, o ağac qurusa, hər şey məhv olacaq. O ağac qalsa, hər şey yaxşı olacaq. Və beləncə bir şey. Çıxdım, o ağacı da gördüm. Yəni, uzalıb. Anam gəlmişdi Qazamata.
Gəlmiş deyəndə həmişə orada idi, o srokumu çəkirdi. Analar çəkir srok, həqiqətən də. Məsələn, bir yerdə ki, qazamat yolu var, o yolu ot bassa da, o yolu ot bassa əgər, bilin ki, orada olan dustaqların anaları dünyasını dəyişib. Əgər onların anaları sağdırsa, orada cığır yaranır. Analar o qədər gəlib gedir ki, orada həqiqətən də cığır yaranır. İlan kimi sürünürlər bizim dalımızda, amma bir dəfə ilan kimi adamı sancmırlar. Deyirəm, anacan, ağlama. Anacan, ağlama, göz yaşlarını silən dəsmalındır, əlim deyil ki, artırma üzünün qırışlarını. Bükülən boynumdur, belim deyil ki, əzablı yolumda durmusan başda, dərdinə ağlayır, dərd aldı daşda, xəstə canın ilə sənə bu yaşda arxamca sürünmək zülüm deyil ki, namərdlər ömrüm etdilər talan. Hayana baxıram, ancaq şər, yalan, bəlasız başımı bəlaya salan mənim mərdliyimdir, dilim deyil ki, mən dustaq olsam da ağır zindana, çəkirəm hər dərdim mərdana, bura kişilərin yeridir, ana, dözürəm, birinci ilim deyil ki, ramizəm, ömrümü vermərəm bada, tək ki uzaq olsun səndən dərd qada, ayrılıq nə qədər çətin olsa da, adı ayrılıqdır, ölüm deyil ki, adı ayrılıqdır, ölüm deyil ki. Nə gözəl bir şey. Dərddirlər, dustaq analar həqiqi dərddidir. Hələ fürsətdən istifadə eləyərək həqiqətən də ürəyimdən keçən bir şeydir, məqamdır ya, Allahın hikmətidir. Qələbə çaldıq, şükür Allaha ki, düşmanı əzə bildik, kimliyimizi göstərdik. Onun üçün də elə bu gənc nəslə həqiqətən də borcluyuq. Bizim şəxsi yox, milli namusumuzda, qeyrətimizdə silinməyən ləkələri gənclər öz təmiz qanı ilə sildi, tərtəmiz elədi. Namuslu, qeyrətli gənclərin qarşısında baş əyirəm. Nə deyirdim? Nədənsə söhbət düşmüşdü. Şeir deyirdiniz, elə bu gənclik, müharibə ilə bağlı nəsə şeir demək? Hə, yox, sözümü canım nədir? Bu Qarabağ qələbə çalındı. Heç olmasa bu günə uyğun, şəhidlərə xatir. Həqiqətən də deyirəm, məsələn, şəhidlərə xatirdir. Düzdür, hər şey Allahın əlindədir, vasitəsi lazımdır. Şəhidlərə xatir, şəhid analarına xatir, qızlarına, ailələrinə xatir amnis verilsin, tustaqlara amnis verilsin. Orada o qədər namuslu, qeyrətli adamlar var. Valla, hicab üçün tutulanlar var, namus da, ləyaqət üstə tutulanlar var, qadın türmələri var. Düzdür, orada narkomanı da var, cibgiri də var. Amma eləsi var ki, baxırsan ki, rast gəlib də mənə, ağır cinayətlərdə mən yaxınlaşmışam, mən baxmışam, demişəm, mənim imkanım olsa sənin sroku götürürəm özümə. Bacı demişəm, mənə bağışdır, mənim öz qolum bağ, mən nətər edeyim. Əgər belə qanun olsa, mən demişəm, sənin əlivə qanda yoxu qızıl bilərziyi yaraşır, ay bacı. Sən onlara amnis, həqiqətən amnis lazımdır. Necə ki, bizim torpaqlarımız azad olub, qoy dustaqlar, yaxşı kişilər də, yaxşı bacılar da azad olsun inşallah. Ramiz əmi, siz özünüz bilirsiniz ki, bizim ölkə prezidentimiz, birinci xanım Mehriban Əliyeva hər bayramlarda, hər xüsusi günlərdə amnistiya elan edirlər, amnistiya buraxırlar. İnşallah bundan sonra da bu davam... Bu vacibdir ya, bu əlamətlər gün üçün vacibdir, həqiqətən də vacibdir. Adam var ki, məsələn, Qazamatda Qarabağlılar var da, çox qeyrətli qardaşlar var orada, yaşlı adamlar var. Məsələn, ona desən ki, sən niyə azad olmaq istəyirsən, sönüb deyər ki, sımısı yem torpağımı görüm. Adam var azadlıqdan çox torpağını istəyir görmək. Məsələn, adam var öləndə çoxu həyat deyib ölür, çoxu məsələn vətən deyib ölür, torpaq deyib ölür. Valla çoxun dindirsən, deyəriz mənə azadlıq lazım deyir, gedim bir dənə Qarabağı görüm, çıxım gəlim yenə mənim srokumu artırın, ona da razı olar. Ona görə də bu gənclər azadlığın qədrini bilməlidirlər və o cür həbsxana həyatı yaşamaması üçün addımları yüz ölçüb bir biçməlidirlər, eləmir Ramiz əmi? Azadlıq, gənclər bilsin necədir, gənc təmiz səhifədir, təmiz səhifədir. O deyirlər, ailədən çox şey asıldı, yox, cəmiyyətdən də çox şey asıldı.
ümumiyyətlə mən fikir verirəm, adam var, olub məsəl üçün, mən görürəm ki, narkotika qəbul eləyir. Eləyir, deyirəm eləmə. Sən görürəm eləyir, çox şey eləyirəm, xahiş eləyirəm, yalvarıram da. Mən şəxsən, sabahsın mən düşman əlinə düşüm, vallahi həyatım üçün vardı, aman istəmərəm, yalvarmıram ki, məni öldürmə. Öldür, amma mən görmüşəm ki, hər bir gəncin arxasında bir nəsil durub. Mən Sumqayıt kimi yerdə yaşamışam. Mənə də təklif olunub nə vaxtsa. Mən fikirləşmişəm. Mən həqiqətən də fikirləşmişəm. Zamanlıq olub, demişəm ki, yoxlayım da. Sonra demişəm ki, mən necə yoxlayım ki, 7 səpər nəslindən bu qan gəlib mənə, mən də bunu estafet olaraq ötürməliyəm də. Mən o nəslimə xəyanət edirəm, mən. Mən ona öz payıma deyirəm, əzlaflığa atılan birinci addım kimi baxmışam, demişəm, yox. Mənlik deyil, mən istəməmişəm onu. Gənclərə də çox demişəm, amma görmüşəm, məsələn, kimsə qəbul eləyir. Qəbul eləyəndən sonra artıq görmüşəm, neçə müddətdən sonra o artıq satışı ilə məşğuldur. Geyb yaxasından tutmuşam ki, əzlaf, əvvəl sən xəstə idin, indi xəstəliksən. Sən xəstə deyilsən, sən xəstəliksən, zamatı parazitli eləyib, zamatı məhv eləməsən, əzlaf adamsan. Fikirləşmişəm, valla mən bunu öldürərəm də. Siz kimisə narkoman eləyirlər, sabahsın ailəsi dağılır, uşağı yetim qalır, sonra onun adına bütün nəsil, axırda namus durur da. Baxırsan ki, deyirəm ki, əzlaf, sən bilsən kimsən, sən heç kimsən də əzlaf. Zamatı bədbəxt eləmə də. Mən neynəm, necə neynirəm, sən daha neynəmirsən ki? Gənclərə arzum nədir? Həmişə gənclərə, mən yolda da görəmdə deyirəm, adam axşam çağı bir çıxırsan, gəzirsən, axşam çağda görsən, biri kimsə spor eləyir, yaxınlaşırsan ki, bunu belə eləmə, belə. Adətən axşam çağı belə şeylə olur. Yaxınlaşıram, acı bir balaca uşağı o gün buradan keçirəm, salam, adın nədir, dedi, Yusif. Dedim, gedə, deyirəm, adın mənasını bilsən kimin adıdır. Oturdum, Yusuf, demək, əleyhissalamla danışdım, nədir, necədir, o nə işlər görür, biraz aydınlıq verdim ona. Gördüm, İslama, mən onu nəyəsə beyninə salmıram, amma gördüm, haradasa, maşallah, indiki uşaqlar mərd uşaqlardır, gözası uşaqlardır. Gördüm, hansısa evdən çıxıbsa, namuslu, qeyrətli evdən çıxıb. Belə mərdlik var, Azərbaycanlıq var. Gətirdim o söhbəti, bəz Qarabağ söhbətinə gətirdim, ora, bura, belə vətən. Görürəm, bu adam bütöv adamdır, ləzzət eləyir. Niyə görə elənçi adamları bədbəxt eləmək lazımdır? Olmaz, həqiqətən də olmaz. Sən cavanlara arzum nədir? Arzum yoxa, xahişim nədir? Vallahi mən xahiş edirəm, dönə xahiş edirəm. Onlara, əmanətimizdir onlar bizim, vallahi əmanətimizdir. Bu cavanlar bizim torpağımız azad edir. Mən hər cavana elə bir dövr gəldi ki, mən dedim, bu cavanlar hayifdir, bizi aparsınlar, gedək qırılaq, ya birinci öldürək, lazım gəlsə ölək də. Bunlar nə yaşayıb ki, bu yeri tərləməmiş, təzə tərləmiş cavan uşaqlardır. Mənim şəxsən indiki gənclik gözümdə canlı yeriyən şəhidlərdir. Onlara düz yola arzulayıram. Ələl xüsus bu qara fikirlərdən uzaq durmağı arzulayıram. Narkotika ümumiyyətlə olmaz. Özün tanıyan deyirik də, bu cavan uşaqlar görürsən bir-birinə deyirlər, özün tanıyan oğlan onu qəbul eləməz, onu eləmə lazım. Əgər eləmirsənsə bir səhvdir, qoy qırağa. Qoy eşitsin Azəri soydaşları, qırırlar az yaşlı vətəndaşları. Patı dartmaqdan əyilib qaşları, ağ iləməkdən itib yaddaşları, taskadan asfalta dəyir başları. Bədbəxt etdilər yaxşı qardaşları. Pirdoz apardı yaxşı qardaşları, özləri getdi qaldı baş daşları. Evimizi yıxdı geraim daşları. Cihadçı adıyla alıb maşları, ağ ölümə Taliban yaşları ad qoyublar, Allahın göz yaşları. Yıxdı bizi o mason uğraşları. Vallahi biz necədir? Bir dəfə, 2 dəfə ondan belə götürək də deyirlər, ləzzət alır o adam. Ondan sonra o ləzzət bilsin nədir? Ləzzət gedib evə çörək qazanmaqdır, cavan uşaqsan, pul qazan, get bacıma bir hədiyyə al, get anıma bir hədiyyə çalma lazımdır. Evə çörək pulu gətir, o pulu var ha, qazandığı pulu gətir evə qoy, elə böyük hədiyyədir. Onlar bilir nə edəcəklər. Həyatınızı məhv eləməyin. Adı siqaretdir, çəkməyin, vallahi çəkməyin. Yenə də edirəm, xahiş edirəm, yalvarıram bir böyük kimi, bir dayılar kimi, bir əmiləri kimi ki, bu işlə məşğul qətiyyən olmasınlar. Olmasınlar, vallahi olmasınlar.
vaxtlarını sərf eləsinlər cəmiyyətə, ailəyə, Azərbaycanımıza, həqiqətən də Azərbaycanımıza. Bizim keçmişimiz var, bizim bugünümüz var. Gəl bu günümüzü, keçmişimizi gələcəyə apara bilək. Ay cavanlar, ay gənclər. Mənim Gizli Məhəbbət adlı bir şeirim var. Yəni o vaxtda YouTube kanalında da çox yayılıb, hamı eşidib. Məktəb illərinə aid ilk məhəbbət sevgi şeirim var. Şükür Allah ki, Allahın sayəsində o gizli, aşkardır. Mən xoşbəxtəm. Həqiqətən də mən xoşbəxtəm. Sevgi var, məhəbbət var. Düzdür, birinci sevgi Allah olmalıdır. Belə götürəndə sevgi var. Niyə də görə olmasın? O Gizli Məhəbbət şeirini deyə bilərsinizmi? Mənim məktəb məhəbbətim, ilk məhəbbət. Orada yerlər var deyərəm, istərdim bir kimsə görməsin səni. Qısqanclıq hissinə dostum, tanışdım. Böyük şərəf bilib sənin şəklini şərəf lövhəsindən uğurlamışdım. O vaxtda şərəf lövhəsinə yaxşı fəal şagirdlərin şəklini vururdular. Deyirəm ki, sənə göz qoyardım küçədə, dərsdə. Qoymazdım bir əzlaf telini darta. Pereşki pulların yığıb üst-üstə sən üçün toplayırdım 8 Martda. O vaxtlar bizə 20 qəpiyə pul verdilər pereşki üçün. Yığırdım 8 Martda hədiyyə üçün. Yaşasın məhəbbət. Adamı həqiqətən də mənim bir sözüm var. Deyirəm, yaşayan məhəbbət, yaşadan ürək, yaşatmaq eşqi ilə yaşasın gərək. Allah Teala hamını xoşbəxt eləsin. Yəni həqiqətən də insan dünyaya gələndə deyirlər, filan kəs öz yarına qovuşdu. Yarına dost mənasında da gedir, sevgili mənasında, amma o deyil. Yarı, yəni ki, onun yarı hissəsidir. Həqiqətən yarı hissəsidir. İnşallah Allah Teala hamını öz yarına qovuşdursun, bütövləşdirsin. Təsəvvür edirəm, siz 2010-cu ildə həbsxanaya düşəndə sizin övladınızın 1 yaşı var idi yəqin. 2 yaş nə qədər var da? O 2 yaşlı uşağın həsrətində, 2 yaşlı övladın həsrətində siz orada 10 il nələr, 8 il, bəli. Övlada aid, qızınıza aid yazmısınızmı bir şeydir həbsxana? Heç qoymurdular deyə, sən necə, bir var balavın dərdini çəksən, bir var ki orada hücumlarda olur. Olub şeir, göyərsin şeirim var mənim. 2 göyər var, ağ göyərsin, bir də var belə göyərsin. Deyirəm, uç get balamın yanına, orada bir şeir belə. Yadımdan çıxıb o mənim, dəftərdə olmalıdır, bilməm hardadır. Deyirəm, uç get balamın başına qonağı göyərsin. Deyirəm, başına deyirəm, ol tacağı göyərsin. Deyirəm, göyərsinə deyirəm ki, başına qon, tac ol da. Deyirəm, mən ruhu, sən qarnı acay göyərsin. Mənim ruhum acdır, balamsın da, sənin qarnın acdır deyirəm. Sən burada neyinirsən də? Yaddaşım yoxdur, hamısı yazılardadır, əl yazmalardadır. Dostluq haqqında nə deyə bilərsiniz bir şair olaraq, bir insan olaraq? Dostluq bilirsən. Necə olmalıdır dostluq? Şeirlə deyirəm. Deyirəm, tapmışam dosta tərif, bir hecadır, 4 hərf. D, dürüst, o, ortaq, s, sadiq, t, tən. Dost məndə sən, səndə mən. Düşmən, məndən düşən mən. Mən dostlarımda belə həyatda dostlar qazanmışıq deyirəm. Mən hamısı vəfası çıxıb, həqiqətən də bir Akşin adlı dostum var, Qubadlıdandır. Ondan əlavə mənim çox dostlarım olub. Mənim bir sözlü şeirim də var, deyirəm, vicdanın hökmü ilə son qərar verib, sizləri torpağa həbs eləyərdim. Yaxın bir dost kimi günahkar bilib, qatı düşman kimi güllələyərdim. Ay mənim naxələf nadan dostlarım, getsin qayıtmasın sizli günlərim. Məni dar ayaqda atan dostlarım, sizdən qeyrətlidir mərd düşmənlərim. Bir yığın ağıllı dəlilərsiniz, xortlamış kəfənsiz ölərsiniz. Mənim həyatda belə ümumi götürəndə belə bir dostum var, üzr istəyirəm, o da mənim öz aləmdir. Üzr istəyirəm, qızımdır ki, mənlə dostluq eləyə bilmir. Çünki o hələ məndən yoldaşdır, ömür yoldaşıdır. İnşallah o da mənim dostum olacaq. Dost ümumiyyətlə nədir? Evə girdin, qapını bağla, içəri bax. Kimi gördünsə, onlar sənin ev dostundur. Vallahi mən belə bilirəm. Bir dost ki, otururlar, məsələn, axşam da saat 1-də otururlar bir yerdə.
Bu onun sağlığını etsin, o onun sağlığını etsin. Ya da laf arağı qoyaq qırağa. Dostumdur, dostumdur. Yaxınlaşıb deyirəm ki, ay dost, sən istəyərsən ki, dostluğun ailəsi əziyyət çəksin, deyir, yox. Deyirəm, saat 2-dir, bunun ailəsi bunu gözləyir. Belə dost olar. Dost, dinən qardaş, ayrılar ki, evimizə, eşiyimizə də. Allah mənim birinci dostumdur. Bəli, dedim, belə götürəndə birinci mənim Allah dostumdur. Mən hələ ona dostluq eləyə bilmirəm, mən günahkar bəndiyəm, amma o mənim dostumdur. Allah hamının dostudur. Həyatda isə adamın ailəsi öz dostudur, Allah'ın da olsun. Yəni, başqa şeylər deyəmək olar, belə ağızda olsa pafos söhbətlər danışmağa dəyər. Yəni, ey söz, sən nə vaxt əməl olacaqsan, bu prinsipə əməl eləyək də. Reallıqdan danışsaq, realizmdən danışsaq, dost insanın ailəsidir, evi də eşiyidir. Qutardı getdi. Ramazan, bu arxa fonda Şah İsmayıl Xətayinin şəkili var. Bəli. O şəkil, yəni özünüzmü qoymuşsunuz, yoxsa bu evdə siz kirədə qalırsınız? Yoxsa kirənin... Yox, mən bu evdə kirədə qalım. Üzr istəyirəm, mən heç arxamı ona çöndərməmişəm. İndi elə oldu ki, dediniz ki, burada oturun belə. Yəni, o kişinin mən qarşısında baş əyirəm. Bu Azərbaycan dövlətinin yaradanı olub, Şah İsmayıl Xətai. Mən belə idealım götürəndə Həzrət Əlidir. Azərbaycanlı kimi Şah İsmayıl Xətaidir. Mən həmişə Şah İsmayıl Xətainin şəklini axtarmışam. Məhəmməd Fəda Ümid Nigaranla Sumqayıtda bir kafeyə getdik. Ora yuxarı qalxanda gördüm pilləkanda, divarda şəkillər vurulub. Gördüm Şah İsmayıl Xətainin şəkli var. Məhəmməd Fədaya dedim ki, qardaş, bu adama desək onu götürə bilərik. Eyni ilə belə bir şəkildir. Bunun qoca formasıydı. Dedim o, dedim maraqlanaram, amma çətin. Maraqlandı, dedim, amma demədi Ramiz Təkaniyə, demə. Maraqlandı, dedilər, yox qardaş, biz bunu vurmuşuq bura. Sonra fikirləşdim ki, onun bir balaca bir şəklini tapım, divara vurum. Elə oldu ki, burada bir qohum var, onunla getdiyi bir yerə, elə bir zirzəmiyirdi, orada nəsə çap işinə baxırdılar, reklam işinə baxırdılar. Gördüm, ramkası yoxdur, yerdədir. Vallahi yerə atmışlar, belə lazımsız əşya kimi atmışlar, baxdım. Dedim ki, qardaş oğlu, o sənə lazımdır. Dedi, gözüm, onu götürə bilərəm, dedə. Götürdüm, tez sildim, gətirdim. Burada sex var, Allah kömək olsun, bir qardaş var, Fəxrəddin. Ona verdim, ramkaya saldı. Gətirdim, astım, əvvəl o bir otaqda qalırdım. Son köçəndə birinci evdən götürdüyüm əşya bu oldu. İkinci isə bayraq oldu. Azərbaycan bayrağını gətirdim. Çünki bu mənim üçün həqiqətən də ucadır. Şah İsmayıl Xətai qəbirdən qalxsa deyirəm onu infarkt tutar da. Yəni baxar ki, mənim nə boyda Azərbaycanım nə boyda olub da. Yəni son nəfəsdə də oğluna vəsiyyəti olub ki, Azərbaycanı bütövləşdirməyincə mənim ziyarətimə gəlmə. Ramazan, bəs hal-hazırda sizin kimi bir şair, sizin kimi bir ailə başçısı nə işlə məşğul olur? Mən sarayda kvartirant qalırdım, kirayədə qalırdım. Arada məclislər düşürdü. Sonra bir qonşum var, köhnə qonşum, Usta Vahid. Onun əl altında fəhli işlədim. Sonra gördüm vəziyyət yaxşı deyil. Çıxdım, gəldim bura. Burada da sexdə işləyirdim. İndi sexdə də işləyənib, yəni işləmirəm orada. Heç qalmışam belə, biraz şairliklə ilə məşğul olurdum. İndi məclislər də yoxdur. Günün bu günündə heç nə. Belə oturmuşam, işsizəm. Nə bilim, yəni ümid Allahadır, ruzunu Allah verir. Bir tərd olanı şükür Allaha. Amma mən buradan efir vasitəsilə demək istəyərdim ki, bizim o müğənnilər sizdən bəhrələnsinlər. Sizin gözəl şeirlərinizdən var, şeirlərim var. Şükür olsun Allaha, yəni ki, görürsən, hərdən sifarişlər olur, yəni şeir kimi sifarişlər olur. Ya hərdən görürsən, məclisdə, indi düzdür məclislər olmurdu, indi məclislər də olur inşallah. Amma yenə də sıxıntılar var, şükür olsun Allaha, mən sıxsa, bu dünya sıxır, məni yaşayışım sıxmır. Mən azaqani olan adamam. Yenə həmd olsun Allaha, ruzunu verən Allahdır. Söylə, sənin mənə qarşı sevgin, ay sevgilim, ölüb, ölməyibsə, bulab yaxşı. Ölübsə, de bilim, ölüb. Nə isə dəymir gözə sevgin, nifrət etdi bizə sevgin. Mən deyil ki, gözə sevgin, çəkənməyib, zülüm ölüb.
sağ olancaq gəlməyə. Mən birbaş onu görməyə dedim, gedirəm ölməyə. Dedilər ki, ölüm ölüb. Təkanıyəm, dad eyləsəm, məzlum kimi ad eyləsəm, birdən ölüb zad eyləsəm, dinən mənim dəlim ölüb. Dinən mənim dəlim ölüb. Çalışsınlar, xeyir dualı sevgiyə qismət olsunlar. Xeyir duası sevginin axırı olmuş. Ağılları ilə sevsinlər, gözləri ilə, ürəkləri ilə sevməsinlər.